Herkese salam, necəsiniz? Takip eden, like veren, yorum yazanlar çok sağ olun bu arada. Bu günlər ayın 8-idir. Şəhərimizdə meçidə gedirik. O vaxtı neçə aydan qabaq meçiddə olanda mamam Avgül xalayla niyyət eləmişdi ki, İsa sağ-salamat banisiyadan çıxsın. Həmin o meçiddə qonaqlıq veriləcək. İndi oraya hazırlaşırıq. Oradan da paylaşım edəcəm. Takipdə qalın, izləmədə qalın. Bugün maraqlı bir gün olacaq. Allah hər kəsin nəzrini, niyyətini, qurbanını qəbul etsin. İçində də bizim. Amin Allah. Çox şükür bugünkü günə Allah çox adamın niyyətini, qurbanını, nəzrini, duasını qəbul etdi. İsam sağ-salamat çıxdı banisədən. Artıq İsam 10 ayındadır. Çox adam bilir, bilinənlər üçün deyim. İsa doğuşdan sonra, 2 gün sonra vəziyyəti çətinləşdi. Yanımdan yaşım günü 4-ü doğdu. Yaşım günü demək olar ki, həyatımda keçirdiyim ən pis yaşıydı. Yaşım günü uşağımı əlimdən aldılar, apardılar. Bir kürə mən qaldım bu şəhərdə. Öz şəhərimizdə uşağımı məndən uzaqlaşdırdılar. Apardılar ayrı şəhərə. 45 gün orada qaldıq. 47-ci gündə çıxdıq. Bir ay mənsiz qaldı, 2 həftə məndən qaldı. Yəni keçdiyim ən çətin anlar idi, ən çətin, ən pis günlərim idi. Keçin o günlər bir də qayıtmasın. Yadıma salanda belə kövrəlmədən danışa bilmirəm. Çalışacağım ki, ağlamayım. Çox pis günlər idi. Həmin o günlərdə hər gün dəstək olan, yanımda olan insanlar da mənim üçün ən dəyərli insanlardır. Bəzilərindən çox gözlədim, ən yaxınlarımdan, yaxın bildiklərimdən çox gözlədim ki, bəlkə də insaf edərlər, yazarlar. Gördüm ki, yox. Qürurları özlərindən böyükdür. Yoxdur. Bugünümüzdə min şükür. Tək deyilik. Allah da var. Bu da mamam. Bugün insan nəzirini deyir, onu bayramaya gedirik. Allah hər insanın nəzrini qəbul eləsin, kimlə nəzir deyir, nə dua edir, nə qurban deyir, hamısını Allah qəbul eləsin. Amin. Bugün də İslam tərsliklə körü yedir. Bilmirəm nədir dərdi. İstəyir zadı yoxdur, yəqin diş çıxardır, onun körüydü. Ha, aşkım. Ay can. Ha öyleyim. Ha hayatım. Buyur. Balam dedi, nə balam. Ha. Mesela günləri çox narahatdır. İslam. Ha. Adına qurban atam. Ama sana gözəl ad seçib elə. Üçünüzün də adınız hamısının gözəl, hamınızın, hamınızın. Bu arada 5 evladımın adını da özüm qoymuşam. Anamın hazırladıkları. Böyle bir şey de hazırlayayım. Onu da hazırlayayım sonra.